yuvarlaqlaşdırmanın nə olduğunu qeyd etdiyimiz ədədlər üzərindən öyrənək. Yuvarlaqlaşdırma nədir? Yuvarlaqlaşdırma verilmiş ədədi göstərilən mərtəbə vahidinə uyğun təxmini qiymətinin təyin edilməsidir. Tutalım ki, bizə deyir ki, 3457 ədədini onluqlara qədər yuvarlaqlaşdır. O zaman nə edirik? Deməli, onluq mərtəbəmiz hansıdır? Baxırıq ki, 5-dir. 5-dən sağda yerləşən biz ədədə baxacağıq. Əgər verilmiş, baxın, bu 5-in sağındakı bu rəqəm 5 və ya 5-dən deməli, böyük ədəddirsə, onda bizim bu qeyd etdiyimiz onluq mərtəbə vahidini bir vahid artırırıq və verilmiş, baxın, bu 7 rəqəmini, yəni təkliyi 0-a bərabər edirik. Yəni, bizim bu 3457-ni onluqlara qədər yuvarlaşdırsaq, 3405 artacaq bir vahid 6, 7-miz də 0-a çevrildiyi üçün elədi 3460. Əgər burada 3457 yox, 54 olsaydı nə baş verərdi? O zaman bizdən istəsək ki, onluqlara qədər yuvarlaqlaşdır. Baxasıydıq, 5-dən sağ tərəfdə nə var? Rəqəm olaraq 4-dür. 4 5-dən kiçik olduğu üçün 5-dən deyəndə bu 5-i nəzərdə tutmuruq. Ümumiyyətcə, yuvarlaqlaşdırmanın qaydası odur ki, 5 və ondan yuxarı olduqda bir vahid artır, 5-dən kiçik olduqda isə bir vahid, yəni olduğu kimi qalır. Yəni, burada baxırıq ki, 4 5-dən kiçikdir. Deməli, bu 3400 burada artıq olacaq 50. Çünki artmır. Və yuvarlaqlaşdır dedikdə artıq bu 4-ü bizə, yəni həmin verilmiş onluqlar dediyinə görə onluqdan sağdakı rəqəm 0-a çevrilir. Olur, burası 0. 3450. Bunu da haydi necə başa düşürük? Bir dənə ədəd oxunun qeyd edək. Məsələn, onluqlara qədər edikdə 3450 onluq, demək 3454, 3450 ilə 3460 arasında yerləşir. Əgər, burada da ortada da 3455 olaraq qeyd edək. Deməli, bu hissə, buradan bu hissəni biz 3460-a hesab edirik. Yəni, 3460-a daha yaxındır. Bu rəqəmlər olacaq, yəni yuvarlaqlaşdırarkən təxmini qiymət, bu hissə, qeyd etdiyimiz bu hissə 3460. Yerdə qalan bu hissə isə 3450-yə bərabər olacaq. Yəni 51, 52, 53, 54-dürsə 3450 olacaq. Ondan sonra 3460-a qədər olan bütün ədədlər onluqlara qədər yuvarlaqlaşdırsaq 3460-a bərabər olacaq. Yəni hara yaxındırsa onu götürürük. Ümumi qaydamız necə oldu? Deməli, yuvarlaqlaşdıran zaman bizə tutalım verib onluqlara qədər yuvarlaqlaşdır. Baxırıq yuvarlaqlaşdırma zamanı. Həmin rəqəm, baxın, onluq rəqəmimiz, rəqəmimizdən sonra gələn ədədə baxırıq əsasən, sağdakına, yəni sağına baxırıq. Həmin bu rəqəmlər 5 və 5-dən böyükdürsə, bu onluq mərtəbə vahidimiz bir vahid artır və o həmin bundan sonra gələn rəqəm 0-a çevrilir. Yox, əgər 5-dən kiçikdirsə, o zaman yenə bizim onluq mərtəbə vahidimiz olduğu kimi qalır. Həmin mərtəbə vahidindən sağdakı rəqəm 0-a çevrilir. Bu şəkildə. Gəlin, indi bu 3457 ədədini bir dəfə də yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Daha sonra keçək kəsrlərin yuvarlaqlaşdırılmasına. 3457-ni yüzlüklərə qədər yuvarlaqlaşdırırıq. Yüzlük mərtəbə vahidimizə baxırıq ki, 4-dür. 4-ün sağında hansı rəqəmdir? 5 rəqəmi. 5 rəqəmi olduğu üçün həmin bu yüzlüyümüz bir vahid artacaq və həmin 4 rəqəmindən sağdakı mərtəbələrə 0 qeyd olunacaq. Burada demək 3457 yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 3500-ə bərabər olmuş olacaqdır. İndi isə gəlin onluq kəsr şəklində verilmiş bu ədədi yuvarlaqlaşdıraq. İlk olaraq onda birlərə qədər yuvarlaqlaşdıraq. 3478 ədəd, deməli, ədəd olduğu kimi qalır. Bizə onda bir dedikdə vergüldən sağda bir rəqəmin qalması deməkdir. Və baxırıq.
Vergüldən sonraki ilk rəqəm 8-dir. 8-dən sonra gələn rəqəmə baxırıq. Həmin bu rəqəm yenə 5 və 5-dən böyükdürsə, 8 bir vahid artır. Əgər kiçikdirsə, olduğu kimi qalır və həmin ədədi olduğu kimi qeyd edirik. Deməli, baxırıq. 8-dən sonra baxırıq ki, 4 gəlir. 4 5-dən kiçik olduğu üçün ədədimiz bu şəkildə qalacaq. Tam hissə olduğu kimi qaldı. Vergülü yazdıq. Vergüldən sonra 8. Həmin bu kəsir hissədə də sıfırların yazmağın heç bir mənası olmadığı üçün vergüldən sonra bir rəqəm qalmalıdır. O da 8. İndi gəlin həmin bu ədədi %1-lərə qədər yuvarlaqlaşdıraq. %1-lərə qədər yuvarlaqlaşdırma nə deməkdir? Vergüldən sonra 2 dənə rəqəmin qalması deməkdir. Vergüldən sonra 2 rəqəm qalacaq və baxırıq ki, həmin bu rəqəmdən 4 rəqəmdən sonra gələn ədəd 5 və 5-dən böyükdürsə, 4 artacaq bir vahid yox. Böyük deyilsə, olduğu kimi yazırıq. Baxırıq ki, 4 rəqəmdən sonra gələn 9 5-dən böyükdür. Deməli, həmin bu 4 bir vahid artmalıdır. Yəni, tam olduğu kimi saxlayırıq. Vergüldən sonra 2 rəqəm qalmalıdır. 8 yazdıq və bu 4 artacaq olacaq. Bir vahid 5 olacaq. Deməli, təxmini %1-lərə qədər yuvarlaqlaşdırdıqda bu şəkildə qalır. Gəlin, indi qeyd edilmiş hissədə, baxın, 3457-yi elə yazaq. 1/lərə qədər yuvarlaqlaşdırılmış şəkildə nəyə bərabər oldu? 1/lərə qədər yuvarlaqlaşdırdıqda onluq mərtəbə vahidimiz burada 5-dir. 5-dən sonra gələn rəqəm 7 olduğu üçün 3460 oldu. Nəyə görə? Bir vahid artdığı üçün. Həmin bu ədədimizdə 1/lərə qədər yuvarlaqlaşdırsaq edəcək neçə? 3478 tam 10/8. Verilmir 2025 tam 10.000'dir. 2025 ədədini isə tapşırıq olaraq qeyd edək. Onluqlara və 1/lərə qədər yuvarlaqlaşdırın. Şərhlərdə qeyd edin.